Salam. Mənim övladımın 10 yaşı var. 1 yaşında peyvənd nəticəsində peyvənd vurublar. Peyvənd nəticəsində insult keçirdib, iflic olub. Hal-hazırda arabadadır, yeriyə bilmir. Üzündə, bədənində çürümə gedir. Bunda yazıblar, Türkiyə yazıblar. Gülhane xəstəxanasına yazıblar Türkiyənin. 50.000 pul istəyirlər. 50.000 pul istəyirlər xəstəxanaya aparmaq üçün. Onun da ki, imkanımız olmadığına görə 8 ildir. Hər 21 gündən bir 1700 manat 10 qram panziqa dərmanına biz pul veririk. Əlavə dərmanları da alırıq. Onlarla çıxır 2000-ə, 2500-ə çıxır hər 21 gündən bir. Ona görə də bir övladımı da 13 yaşında oğlan uşağını itirmişəm. Yəni ki, imkansızlıqdan olub, o da rəhmətə gedib. İndi sizdən xahiş edirəm. Bütün imkanlı qardaşlardan, imkanlı hacılardan, Kərbəlalardan sizdən xahiş edirəm ki, mənə kömək eləyəsiniz. Mənə yox, mənim balama kömək eləyəsiniz həyatda qalmağına görə. Çox sağ olun.